Hər bir salamlayıram əziz izləyicilər. Bugün mən sizlərlə Namazov məntiq testlərindən birinci sinifdən video izahlarımıza başlayıram. Deməli bu Namazov kitabının birinci sinif məntiqin video izah qrupu var. Hansı ki həmin qrupda bu testlərin video izahı gördüyünüz şəkildə video izahı və PDF formada yazılı izahı sizlərlə paylaşılır. Qrupumuza qoşulmaq üçün ödənişimiz 10 manatdır. Sadəcə bir dəfə ödəyirsiniz və qrupumuzdan istədiyiniz qədər istifadə edə bilərsiniz. Birinci sualımız, birinci mövzumuz ardıcıllıqlar mövzusudur. Səhifə 3-dədir. Və başlayaq test 1. Test 1 ardıcıllıqlar mövzusu birinci sualdan. Əziz şagirdlər, birinci sualda bizə deyir ki, burada gedişatımız necədir? Biz görürük ki, burada hesablama hissəsində 1 ilə 3-ün arasında 1-in üzərinə 2 gələndə 3 eləyir. 3-ün üzərinə 2 gələndə 5 eləyir. 5-in üzərinə 2 gələndə 7 eləyir. Deməli, bütün ardıcıllıqlarımız 2 artdığına görə 7-nin üzərinə də 2 gələcəm. Mənə burada cavabımız eləyəcək 9. Aydındırmı? Ümid edirəm hər birinizə aydındır. İkinci sualda baxırıq. 10-dan 2 çıxıram 8 eləyir. 8-dən 2 çıxıram 6 eləyir. 6-dan 2 çıxıram 4 eləyir. 4-dən 2 çıxıram neçə eləyəcək cavabımız? 2 eləyəcək. Deməli, üçüncü sualımızda. Burada 7 ilə 10-un arasındakı fərq 3'dür. Yəni 7-nin üzərinə 3 gələndə 10 eləyib. Deməli, bu sualın üzərinə 3 gələndə 7 eləməlidirsə, bu sualımızın yerində 4 olacaq. Uşaqlar, biz bu şəkildə misal keçmişik. Üstə gələk 3 bərabərdir 7. Bərabər eləyəcək burada 4'ə. Yəni 4-ün üzərinə 3 gələndə 7 eləyir. Burada cavabımız 4 eləyəcək. Növbəti misalımızda baxın. 0'ın üstə 1 gələndə bu 1'i verəcək. Bu 1'in üstə 1 gələndə bu 2'ni verəcək. 2'nin üstə 1 gələndə 3'ü verəcək. Və növbəti olaraq 2'nin üstə 3 gələndə 5 eləyəcək. Yəni burada gedişatımız özündən əvvəl gələnləri toplayanda 3-cü ədədi verir. Özündən əvvəl gələnləri toplayanda növbəti ədədi verir. Özündən əvvəlki 2 ədədi toplayanda növbəti ədədi verəcək. 5-ci sualımızda kvadratları bir qruplaşdıraq. Dairələri bir qruplaşdıraq. Ona görə də kvadrat 1'in üzərinə 2 gəlirəm 3 eləyəcək. 3'ün üzərinə 2 gələcəm eləyəcək 5. Və növbəti 8'dən 2 çıxıram 6. 6'dan 2 çıxıram eləyəcək 4. Birinci sualda yerinə 5 yazılacaq. İkinci sualda yerinə 4 yazılacaq. Bu da bizim A variantımızda var. Növbəti, baxın 10'dan 1 çıxıram 9. 9'dan 2 çıxıram 7. 1 çıxıram 2 çıxıram və növbəti 3 çıxmalıyam. 7'dən də 3'ün çıxanda uşaqlar 4'ü qalacaq. 7-ci sualda baxın, ardıcıllığa da baxa bilərik, əlaqə də yarada bilərik. 1, 2, 3, 4, 4, 5, 6 burada 7 olacaq. Əlaqə formasında görmək istəyirsinizsə 1'in üzərinə 3 gəlirəm 4 eləyir. 2'nin üzərinə 3 gəlirəm 5 eləyir. 3'ün üzərinə 3 gəlirəm 6 eləyir. 4'ün üzərinə 3 gələcəm 7 eləyəcək. Cavabımız eləyəcək burada 7. 8-ci sualda 9'dan 2 çıxıram. 8'den 2 çıxıram. 7'den 2 çıxıram. 8'den 2 çıxanda A eləyəcək 6. 7'den 2 çıxanda B eləyəcək 5. Məndən də A minus B. A'mız 6'dır. B'miz 5'dir. Bunların da fərqi eləyəcək 1. 9-cu sualda deməli bax. Burada üzərinə 3 gəlirəm. Üzərinə 3 gəlirəm. Üzərinə 3 gələcəm. Eləyəcək cavabımız 8. 1'in üzərinə 3 gəlirəm 8. 2'nin üzərinə 1'in üzərinə 3 gəlirəm 4. 3'ün üzərinə 3 gəlirəm 6. 5'in üzərinə 3 gəlirəm 8. 10-cu sualda 1'in üzərinə 1 gəlirəm. 2'nin üzərinə 2 gəlirəm. 4'ün üstünə 1 gəlirəm.
Növbəti 5-in üstünə 2 gəlməliyəm. Gedişatımız plus 1 plus 2 formasında irəliləyir. Aydındırmı? 5-in üzərinə də 2 gəlir uşaqlar, eləyəcək 7. Sonra burada üzərinə 2 gəlirəm, üzərinə 2 gəlirəm və üzərinə 2 gələcəm. Eləyəcək 5. Bu şəkildə. 12-ci suallar biraz fərqlidir. Diqqətlə qulaq asın. Deyir ki, ardıcıllığı müəyyən qayda ilə hazırlanmışdır. Gəlin baxaq. Plus 3 minus 2. Gedişatımız plus 3 minus 2'dir. Bu qayda ilə düzəlmiş birinci ədəd 2 olan yeni ardıcıllıqda dördüncü ədəd neçə olar? Bunu tapmaq üçün biz nə edirik? Gəlin buradan baxaq. Bir dənə ardıcıllıq yazaq. 4 dənə ifadə çəkək və eyni bu qaydada plus 2 minus plus 3 minus 2 qaydasından gedək və ardıcılığın birinci hədd, yəni birinci ədəd 2-dirsə, 2-nin üzərinə birinci 3 gələcəm, eləyəcək 5. 5-dən 2 çıxacam, eləyəcək 3. 3-ün üzərinə yenə 3 gələcəm, eləyəcək 6. Yəni, uşaqlar, bizə əgər birinci hədd, dördüncü hədd, beşinci hədd də verə bilər. Bu şəkildə qrafa çəkirsiniz və eyni bu qayda ilə gedişatımızı yazırsınız. Birinci ədədimiz 2-dirsə, üzərinə 3 gəlirəm, 2 çıxıram, üzərinə 3 gəlirəm, 2 çıxıram. Aydındırmı? Yəni, gedişatımız bu şəkildədir. Növbəti 13-cü sualda, bax burada minus 1 plus 2. 6'dan 1 çıxıram 5, üstə 2 gəlirəm 7, 1 çıxıram 6, 2 gəlirəm 8. Gedişatımız minus 1 plus 2'dir. Və deyir ki, birinci ədəddir. Neçənci ədəd soruşur? 5-ci. 5'də də qrafa çəkin. 4, bu da 5-ci olsun. Birinci ədədi 8-dirsə, 8'den 1 çıxıram 7, üstünə 2 gəlirəm 9, 9'dan 1 çıxıram 8, üstünə 2 gəlirəm 10. Məndən 5-ci ədədi soruşurmu? Deməli, cavabımız eləyəcək 10. 14-cü sualda 10'dan 3 çıxıram, üstə 1 gəlirəm. 3 çıxıram, üstə 1 gəlirəm, 3 çıxıram. Deməli, çıxaq 3, üstə gələk 1 qaydasındadır. Və məndən 4-cü ədədi soruşur. Şimdi mən bu hissəni silim, yuxarıda yazacağım bir kənara. Plus, daha doğrusu minus 3 minus 3 plus 1. Deməli 1, 2, 3, 4. Dördüncü ədəd soruşur. Aha, dördüncü ədəd deyir 2-dirsə, mənim gedişatım nətəydi? Minus 3 plus 1. Burada 2'dən üstə 1 gəldə 2 eləyirsə, buradan 1 çıxıram 1 qalır. 1'dən nədən? Bax, bu ədəddən də 3 çıxanda 1 qalırsa, bu ədəd 4 eləyəcək. Sonra üstə gələk 1, 3 eləyəcək. Başa düşdünüzmü? Birinci ədədi soruşurkən hansı hissədə səhvliyimiz var. Tamam, baxın. Deməli, neçənci ədədimizdir 2 olan? 2 olan 4-cü ədəd 2'dir. Gedişatımızda birinci 3 çıxır. Sonra üstə 1 gəlir. Sonra 3 çıxır, üstə 1 gəlir. 3 çıxırıqsa, 2'dən 3 çıxanda, bax, kvadratdan 3 çıxanda 2 qalırsa, bu ədədimiz 5 eləyirmi? Bu ədədimiz 4 eləyirmi? Bu ədədimiz nə eləyəcək? 7. Yəni, bu şəkildə düzəldə bilərsiniz. 15-ci sualda 15-ci sualda deyir ki, bax, minus 1, minus 2, minus 1, minus 2. Çıxaq 1, çıxaq 2 formasında hesablayırıq. Və burada neçənci soruşur? 5-ci ədədi verib bizə 1, 2, 3, 4 və 5-ci ədəd. 5-ci ədəd deyir 1-dirsə, çıxaq 1, çıxaq 2, çıxaq 1, çıxaq 2. Hansı ədəddən 2 çıxanda 1 qalır? 3. Hansı ədəddən 1 çıxanda 3 qalır? 4. Hansı ədəddən 2 çıxanda 4 qalır? 6. Hansı ədəddən 1 çıxanda 6 qalır? 7. Cavabımız eləyəcək 7. Deməli, bizim test 1-də 15 dənə sualda ardıcıllıq mövzusunda bu qədər misal var və bunların izahlarını sizə verdim. Bunların əgər yazılı izahlarını görmək istəyirsinizsə və ardıcıl olaraq videoları görmək istəyirsinizsə, qrupumuza qoşula bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər. Hər birinizə uğurlar.